Hamıya salam. Bugünkü videomuzda biz danışacağıq writing haqqında. Bu videonu hər kəs izləyə bilər. Kim ki writing-ə öyrənmək istəyir, kim ki cümlə qura bilmir. Yəni hər kəs bunu izləyə bilər. Xüsusi olaraq fokuslanmamışam ki, buraxılış imtahanına hazırlaşan 9-cu siniflərə və yaxud da ki 11-ci siniflərə. Xeyr, bu videonu hər kəs izləyə bilər. Yəni hətta əgər ki siz general English öyrənirsinizsə, yəni speaking öyrənirsinizsə, siz belə izləyə bilərsiniz. Yəni bu video hamı üçündür. Bu formada. Videomuza keçməmişdən öncə onu qeyd edeyim ki, əgər ki writing ilə bağlı problemləriniz varsa və bunu mənimlə çalışıb özünüzü inkişaf elətdirmək istəyirsinizsə, budur mənim əlaqə nömrəm. Mənimlə əlaqə saxlaya bilərsiniz WhatsApp üzərindən və mənim dərslərimdən faydalana bilərsiniz. Həmçinin 9-cu və 11-ci siniflər, yəni kim ki 2026-cı ildə imtahan verəcək buraxılış imtahanından, onlar da mənə müraciət edə bilərlər hazırlıqlarla bağlı. Ən qısa müddətdə hazırlıqlara başlayacağıq. Eyni zamanda mənim General English, yəni ən çox speakingə fokuslandığımız dərslərim də var. Yəni bu formada ətraflı məlumat üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Keçək videoya. Onu da qeyd edeyim ki, bugündən etibarən çəkilən bütün videolar 9-cu siniflərə daha çox dəstək məqsədli olacaqdır. Bilirsiniz, hal-hazırda 2024-cü ildir və aprel ayının 13-ü, 20-27-si tarixləri yanlış söyləmədimsə, bu tarixlərdə 9-cu siniflərin imtahanları olacaqdır. Mənə çox müraciətlər gəlir ki, öz ödənişli hazırlıqlarımdan əlavə olaraq ödənişsiz formada da bizə dəstək olun. O məqsədli mən bu videoları çəkirəm. Əgər ki davamlı olmağını istəyirsinizsə, o zaman YouTube kanalıma abunə olun, videolara like eləyin, kommentariyalar yazın. Mən görürüm ki, çoxlu tələbat var və sizin marağınız var. Bunun nəticəsində mən də davamlı şəkildə hər gün video paylaşım bu formada. Gəlin başlayaq. Ümumi olaraq writing çətindirmi? Yox, writing çətin deyil və bu videoda da görəcəksiniz. Çox asandır. Çox asan deyil. Çətinliklər harada bir özə verəcək? Həmin o hissələri mən indi sizə danışacağım. Amma bəzən uşaqlar writing sanki əslində əvvəlki illərdə də writinglər var idi. Məsələn, cümlə strukturunu dəyişmək və s. və axır. Ancaq indi tamamilə sizin özünüzə fokuslanıblar ki, yəni siz özünüzün öz beyin məhsulunuzu qoyasınız da ortaya. Məsələn, 9-lar şəkil təsvir eləyir 11-ci siniflərdə. Deməli, neyinir? Essay yazırsınız bu formada. Bəzən də tələbələr artıq bu yeni struktur olduğu üçün onu tamamilə əcnəbi bir şey kimi yanaşırlar. Sanki listening, reading yəni kimi ənənəvi bir şeydir, qrammatika ənənəvi bir şeydir, lüğət ənənəvi bir şeydir. Writing isə sanki əcnəbi bir şeymiş kimi gəlir onlara və belə qəribə yanaşırlar ona. Soyuq davranır bəzi tələbələr. Amma təbii ki də hər kəs belə deyir. Writing-i sevən tələbələr də var bu formada. Ümumiyyətlə, writing nə olan məsələdir? Writing-in gəlin sizə bir növ tərifini deyim. Writing bərabərdir grammar, qrammatika, yəni ki nəzəriyyə, üstünə gəlsin vocabulary, yəni ki lüğət. Yəni sizin qrammatikanız olmasa, vocabulary'niz olmasa, tam balı almaq üçün olan writing müəyyən meyarlar var axı. O meyarlardan da ən çox da 9-cu sinif meyarlarından mən danışacağım harda digər videolarımızda. Bu part 1 olacaqdır. Bir neçədən hissəyə böləcəm videonu. Ən sadə formatlardan danışacağım. Daha sonra imtahana yaxınlaşacaq. Narahat olmayın. Amma ilk öncə yəni bu videoyu izlənilməlidir. Deməli, nə olmalıdır? Qrammatikanız yaxşı format olmalıdır və eyni ilə də lüğətiniz yaxşı format olmalıdır. Əgər ki ikisindən birisində boşluğunuz varsa, artıq writing-də sizin üçün çətinləşəcəkdir. Amma məsələn, essay-yə gələndə, indi dediyim kimi bu videoda mən essay-dən danışmayacağam. Sadəcə olaraq cümləni necə qurmaq lazımdır, ona fokuslanıram. Yəni bunu bilməsək, növbəti videoları tamamilə başa düşməyəcəyik bu formada. Əgər ki ümumiyyətlə heç bir anlayışınız yoxsa writing haqqında. Deməli, biz nə zaman ki essay qururuq, orada müəyyən sizə sözlər verəcəm ki, hansı ki, məsələn, 9-lar bütün şəkillərdə istifadə edə bilər. İndi hal-hazırda 9-lara fokuslanıram, ona görə bu cür danışıram. Yəni, həmin o videolar olacaq. 9-11-lərə aid çəkəcəm, o da olacaqdır. Amma dediyim kimi, bu yaxınlarda 9-lara olacaqdır. Yəni, daha çox 9 sözünü eşitəcəksiniz məndən bu formada. Ümumi olaraq necə oldu? Qrammatika ilə lüğətin birləşməsi oldu. İndi deyərsən hansı qrammatika, writing yazmaq üçün olan hansı bir struktur? O da var, amma mən onu daha çox qabağa gətirmədim hal-hazırda. Nəyi demək istəyirəm?
Həmin o strukturundan əlavə olaraq, yəni cümlə qurma strukturu, indi birazdan danışacağım o strukturda. Siz topludakı mövzuları da bilməlisiniz. Yəni düzdür, topludan əlavə müəyyən qaydalar da var, indi onları da bilmək lazımdır. Daha ətraflı başqa videolarda danışarım, bu başqa videonun mövzusudur. Deməli, həmin o mövzuları bilməlisiniz ki, siz nəsə ortaya qoya bilərsiniz. Aydındır. O vocabulary isə yəni 5, 6, 7, 9. İndi 11-sizsə 10-11 bu formada lüğətləri bilmək lazımdır. Ən çox istifadə edilən sözləri bilmək lazımdır. Sinonimləri bilmək lazımdır. Sinonimlərin lüğətini mən paylaşaram Telegram kanalımda. Həmçinin mənim çoxlu lüğətlər var. Yəni bir-birindən fərqli lüğətlər. Biri o bizim Azərbaycanın sinif kitablarının arxasındakı o kitablar ki, lüğətlər ki var, onların tərcüməsi olan da var. Sonra başqa vəsaitlərdən olan lüğətlər də var, hansı ki siz həm lüğət öyrənirsiniz, həm də ki o tapşırıqlar üzərində tətbiq edirsiniz, həm writing edirsiniz orada. Yəni müxtəlif cür writinglər, vocabulary kitabları var orada. Bu formada, yəni daxil ola bilərsiniz. En qədər PDF var. Yəni hər birini orada analiz edə bilərsiniz ki, nələr var bu formada. Bunları da bitirdiksə danışmağı, indi mən sizə keçə bilərəm nəyə? Writing-in özünün ümumiyyətlə strukturu nədir? Bu bəzən eşidirəm tələbələrdən deyir, ay müəllim, bunlar arxadan başlayırlar tərcümə eləməyə. O cür, yəni ingilis dilində bilən cümlə olsun. Siz onu axırdan tərcümə edirsiniz də Azərbaycan dilində demək üçün, başa düşmək üçün axırdan tərcümə edirsiniz. Uşaqlar, belə bir şey yoxdur. Bunun strukturu bu cür deyil, belədir. Bizim ingilis dilində SVOPT, bax belə bir qaydamız var, tamam mı? Həmin bu qaydamız çox bəlkə də videolarımda bunu eşitmiş olarsınız. Həmin o videolarımız, actually bu qaydamız bütün qaydalarda, bütün hər yerdə özünü bir özə verir. Məsələn, mən qrammatikanı keçəndə öz dərslərimdə necə keçirəm, necə öyrənmək lazımdır da, öyrənmək o da lazım uşaqlar. Ona görə biraz kənara çıxıram. Yəni bu olmasa çətin olur. Ona görə bax məsəl üçün belə sizdən mənə müraciətlər gəlir ki, writing necə eləyir? Öyrənməyi də öyrənmək lazımdır. Aha. Writing-i eləmək üçün qrammatika lazımdır və qrammatikada siz öyrənəndə heç bir zaman ona fokuslanmayın ki, gedim mən variant tapım. Yox, bu cür etməməlisiniz. Siz necə öyrənməlisiniz? Siz onu o cür öyrənməlisiniz ki, mən bu qrammatikanı necə tətbiq edə bilərəm? Məsələn, mənim tələbələrim mən öyrədəndə pronoun öyrəniriksə, pronounun bir hissəsini keçir. Məsələn, 11 dənə pronoun var. Yaxşı deyək, 9 dənə. 9-unu əsas keçirik, sonra 2 dənəsini ayrı keçirik. Həmin o pronounların bir dənəsini öyrənəndə belə mən onun üçün cümlədə qururam ki, bax, bunu bu cür eləyirik. Bu nəyə lazımdır? Qrammatika işlərində variantla işləyə bilərsən, okey, o problemi yaratmayacaq. Amma bax, writing-ə gələndə bax, belə bir problem ortaya çıxar. Ona görə sən onu paralel aparmalısan. Həm qrammatikanı öyrənəndə, onun yanında sən mütləq şəkildə writing-ini saxlamalısan. İndi bax, SVOPT qaydamız nədir? Yəni bu ingiliscədəki cümlə strukturudur bu formada. S nə olan məsələdir? Subject. Subject nədir? Subject hərəkəti edəndir. Tamam mı? Subject hərəkəti edəndir və Azərbaycanca siz bunu mübtəda kimi düşünə bilərsiniz. Bilmirəm, mübtədadırmı, mübtədadırmı? Yəni bax bu formada düşünə bilərsiniz. Azərbaycan dilinin professionalı deyirəm. Ona görə belə səhvlərim ola bilər. Bu isə bizə göstərəcəkdir verb. Yəni ki, feil. Yəni, Azərbaycan dilində desək, xəbər. Yaxşı, bu formada. O nədir burada? O isə object-dir. Azərbaycan dilində desək, tamamlıq. İndi gəl buna mahiyyətən başa düşək. Çünki Azərbaycan dili dərsi deyil də burada. Subject hərəkəti edəndə, tamam mı? Sən, mən, o, əmimin dayısının, bibisinin, qonşusunun filankəsi, yəni hərəkəti kim edirsə o. Və yaxud da ki, bəlkə də kitabdan danışırsan. Yəni kitabı gətirib mübtəda vəziyyətində qoyursan, o da ola bilər. Sonra verb nədir? Verb nəyi bildirəcək? Məsələn, verb hissəsində bax, to do da ola bilər. Sonra to be də ola bilər. To be nə olan şeydir? To be üçün məsələn, mənim ayrıca öz dərslərim olur. Əmizar, was, were, shall, will və s. və axır. İndi başqa zamanlarda da to be ayrı cür şey kimi görünür. Onları da indi bu videoda taxılmayacağım. O da ayrı videonun mövzusudur. Bu da bu formada. Yəni belə. Məsələn, to be deyirsiniz ki, orada necə olacaqdır? Yəni, məsələn, əmizarın harasında feili var. Bunlar dir, dur, dur, dur deməkdir. Məsələn, dır, dir, dur, dur. Aydındır. Məsələn, was, were var. Was, were idi anlamına gəlir.
Məsələn, will-lə shall da acaq-acaq mənasına gəlir və sərf axırı yəni bu formada. Bəs yaxşı, bu object nə olan şeydir? Object ya da saxlayın, object pronouns görək, belə bir pronoun da var. O da həmişə verbdən sonra gəlir bu formada. Yəni, bu verbdən sonra gəlir və bu feildən təsirlənən bir şeydir. Yəni, mən nə demək istəyirəm? Gəlin, indi, bax, SVO-nu dedik, hələ PT-ni dayandırmışam, o hissəyə gəlmirəm. Gəl bir dənə SVO-nu başa düşək, bunu bir tətbiq eləyək ki, burada nədir ki? Bax, burada sənin üçün sadə bir cümlə quracağım. Məsələn, dedim ki, subject hərəkət edəndə, atıram, hərəkət edən mənəm, olsun I, çox gözəl. Sonra mən burada deyirəm, verb hissəsinə gəlirəm. Mən nə edirəm? Məsələn, mən hal-hazırda nə edirəm? Mən izah edirəm. O zaman gəl belə deyək, I teach. Nə oldu? I mənim subjectim oldu, teach mənim verbim oldu. Çox gözəl. Object. Object nə dedik? Tamamlıqdır dedik və bu dedik ki, feildən təsirlənir. Yəni, bu necə feildən təsirlənir? İndi fikir ver. I teach, mən öyrədirəm. Sual yaranır. Sən nəyi öyrədirsən? Mən öyrədirəm. Və yaxud da ki, deyirəm ki, you eat. Sən yeyirsən. Sən nə yeyirsən? Başa düşdün? Sən ki, bunun davamını gətirmək üçün. Mən yeyirəm. Bax, fikir ver, feildən təsirlənmək deyəni nə? Mən yeyirəm. Mən yeyirəm. Yeyilən şey nədir? Yəni, bu feildən təsirlənən şey nə oldu? Yəni, mən bu feili deyirəm, yemək. Aha. Mən nəyi yeyirəm? Yəni, yemək hərəkəti ilə nəyi icra edirəm? Yəni, nəyi uduram bu formada? Və yaxud da ki, mən öyrədirəm. Yəni ki, öyrətdiyim şey nədir? Bax, bu teach, yəni öyrətmək feili ilə təsirlənən şey nədir? Yəni ki, nəyi öyrədirik biz? Məsələn, I teach English. İndi deyirəm, yəni ötürə bildim bunu. Biraz da dərinə gedərək izah etməyə çalışıram ki, hər səviyyədən olan uşaqlar var burada. Daha belə sadələşdirməyə çalışıram. İndi deyirəm, aydın olur. I teach writing ola bilər. Məsələn, mən yazmağı öyrədirəm. Məsələn, deyir, you eat. Sən yeyirsən. Məsələn, nə bilim, sən nə yeyirsən? Yaxşısan, gəl tortaya. Cake. Və yaxud da ki, gəl sən alma yeyir ol. Bu formada, yəni bu formatda. Все, qutardı getdi. Yəni necə oldu? Bu da mənim objektim olmuş oldu. Bu da belə. You, subject, eat, verbimdir, cake-dən apple-da. İndi hansını versəm, bu da olacaqdı object. Lap gəl biz bu cümləni biraz bağlayıcı ilə qataq. Bağlayıcı mövzusunu izahını vermişəm ki, onunla da biraz ikəldik. Məsələn, deyirəm ki, you eat cake and apple. Sən alma və tort yeyirsən. Fikir ver, cümləmiz acınada yekəldi. Bu kimi də istifadə etmək olar. Bu da belə. Bəs yaxşında sual yaranır. Buradakı PT nə olan məsələdir? Bu place-lə time-dır. Aydındırmı? Place nə deməkdir? Gəl bunu açaq. Place və time. Yəni yer və zaman. Məsələn, you eat cake and apple. Sən tort və alma yeyirsən. Nə dedim burada? Gəl bir dənə o qaydamızın adını burada yazdım da. SVOPT. Baxsan, yeni başlayırsansa, eybi yoxdur. Sən cümləni quranda yaz SVO. Sonra burada yoxla. Mən subjecti burada yazmalıyam. Verbi verbin altına yazmalıyam. Objekti objektin altına yazmalıyam. Yəni, bax, bu formada özünü alışdır. Hətta, deyək ki, sən cümlələr yazırsan, yəni beləcə yazmaq istəmirsən, sən deyirsən ki, mən sərbəst yazmaq istəyirəm. Tamam. Axırda, bax, deyək ki, 10 dənə cümlə qurdun. Bu formada 10 dənə cümlə qurursan. Axırda yazsa SVO. Yəni, yoxla gör, S-in yerində mi vermirsən? Verbin mi yerində vermirsən və sər və laxır. Aydındırmı? Bu da bu formada. İndi gəl, nəyə baxaq? Gəl, indi sənlə bir yerdə öyrənək ki, bu place-ın time-ı hara yerləşdirəcək. Yəni, bildik ki, bu bizim nəyimiz oldu? Bu bizim subjectimizdir, bu bizim verbimizdir. Bax, bu ikisi birlikdə oldu nəyimiz? Objektimiz. Ya da ki, buna ayrıca objekt kimi, bax, objekt 1, bu da objekt 2. Nə gözəl. Necə də gözəl. Bu formada qutardı getdi. Aha, gəl, indi əlavə eləyək. Buna mən place əlavə eləmək istəyirəm. Sən alma və tort yeyirsən, harada yeyirsən? Deyirəm. In the kitchen. Sən mətbəxdə alma və apple yeyirsən. Alma və cake yeyirsən. Bax, bu formada. İndi, məsələn, bəzi eləbələr gəlir ki, mənim burada niyə in the kitchen oldu? Burada niyə bu yaxşı kitchen-i bildik? Tamam, ki, yəni mətbəx dedi. Zaten mən onu bilirdim ki, o kitchen deməkdir. Ancaq mən olsaydım, burada in-la dəni verməzdim. Yəni, onu hardan siz bildiniz ki, onu ora qoymaq lazımdır? Bax, mən baxlar sənə dedim ki, qrammatikanı bilməlisən, bir də vocabulary-ni bilməlisən. Vocabulary təkcə öz başına kifayət etmir. Sən eləcənə təkcə vocabulary-ni versən. Məsələn, deyərsən ki, Bakı gözəl şəhərdir. Denən ki,
Baku yəni Bakı şəhəri böyükdür deyək, yaxşı. Baku city big bu formada deyək. Çox tarzanca səslənmir. Təkcə mən vocabulary-ni bildim, həll eləyərəm. Həll eləyənməzsən. Çox tarzanca danışırsan hal-hazırda. Sən gərək burada qrammatikanı biləsən. Məsələn, yəni mən burada qrammatikanı bilməliyəm ki, SVO-mu burada mən tətbiq edə bilim. Məsələn, indi deyirəm ki, gözəldir. Nə? Bakı, yəni deyirəm Baku, subjectimi yazdım, üstünə xətt çəkirəm, verbim olmalıdır. Baku gözəl şəhərdir. Bayaqlar nə dedim mən sənə? Dur. Verbin yerində duracaq da o. Baku təkdir. Yəni it olan bir şeydir. Yəni Bakunu əvəz etsən, itlə əvəz etsən. İtdə də nə olacaq? Is olacaq. So, Baku is nə? Böyük şəhər. Baku is a big city. İndi sən mənə sual verirsən ki, ay müəllim, niyə bura A-yi verdiniz? Niyə? Mən burada city-ni birinci verərdim, sonra bigi belə verərdim, elə eləyərdim. Sən səhv eləyərdin. Niyə? Çünki axı sən bilməlisən adjektiv mövzusunu, düzdür, mən indi paylaşmamışam. Çalışaram ki, bu yaxınlarda onu da paylaşım. Amma bir neçə videolarımda bunu toxunmuşam. Yəni, adjektiv üstünə gəlsin noun. Bu formatda olmalıdır. Sonra sən bilməlisən article mövzusunu. Sən bilməlisən ki, tək isim olanda o təklikdən qorxur. Tək sayıla bilən onda təklikdən qorxur deyəndə, yəni o qabanda article verirəm. Adjektivimi verirəm, sonra noun verirəm. Bu da sənin adjektivin sifətli, big. Sonra da noun verirəm. Yəni, bax, bunların hamısını bilməlisən ki, sən bu writing-i ortaya çıxarda biləsən. İndi deyək ki, sən, ay müəllim, mən bilirəm. Normaldakı artiklını necə həll eləyim, testdə həll eləmək yenə, amma yazı eləyəndə ağlıma gəlmir. Deməli, sən nə eləməlisən? Məsələn, isim mövzusunu götür, isim mövzusunu istifadə edə biləcəyin cümlələri qur. Çalışıram mən də buna videolarımda toxunum. Yəni, bax, bu formada. Yəni, belə, başa düşdün. Məsələn, sən elə burada nəyə bilməsən? Sən burada 2 dənə qayda bilməlisən. Bax, bu balaca bir sözü ortaya çıxartmaq üçün həm preposition bilməlisən, həm də ki, article bilməlisən. Preposition əzbərdə yox, onu deyən səhv deyir. Preposition qəti şəkildə əzbər deyil və mən bunu videondan sübut edirəm. Yəni, get sən videomu izlə. Sən ona baxmasan, təbii ki də başa düşməyəcəksən. Əzbərləyəcəksən. Əzbərlik bir şey yoxdur. Ümumiyyətlə, əzbərləmə sözü məni həmişə çox incidib. Çünki çox zəhlim gedir o sözdən. Bu formada. Yəni, sən bu formatda bilməlisən. Aha, müəllimə, siz burada place verdiniz. Bəs time-ı necə eləyək? Sən alma və apple yeyirsən mətbəxdə. Nə zaman yeyirsən? Məsələn, denən ki, səhər vaxtı yeyirəm. Denən ki, in the morning. In the morning, niyə in the morning olur? Bax, buna da toxunmuşam article-da, toxunmuşam preposition-da. So, sən, gör nə gözəl, SVO-PT qaydasını bildim. Ən primitiv bilgilərlə mən belə uzun bir cümlə qurdum. Çətin idi? Məncə çətin deyil idi. Bu formada. Yəni, biz bu videoda öyrəndik nəyi? Öyrəndik qrammatikanın vacibiyyətini, mütləq vacibdir. Vocabulary-nin vacibiyyətini öyrəndik. Bu formada SVO-PT qaydasını öyrəndik. Çox sadə cümlələrlə, bax, bu tipalı cümlələr yazmağı öyrəndik. Uzun bir cümlədir. Düzdür, əslində bu çox da bir çətin bir struktur deyil. Yəni, bu A1 leveldə, A1 səviyyədə yazılan bir cümlədir. Yəni, bilirsiniz də, dil səviyyələrə bölünür. A1, A2, B1, B2, C1, C2. Bu formada A1, A2 daha elementary, bu daha intermediate, yəni ki, orta səviyyə, bu isə advanced, daha inkişaf etmiş səviyyələr kimi nəzərdə tutulur. Məsələn, siz əgər ki 9-cu sinifsizsə, siz A2 leveldə olmalısınız. Yox, əgər ki siz 11-ci sinifsizsə, B1 leveldə olmalısınız. Bu formada, yəni imtahan verəndə siz bu cür səviyyələrdən imtahan verirsiniz əslində bu formada. Bu haqda danışmışam. İngilis necə öyrənək adlı videomda, 1 saatlıq videodur bu formada. Yəni belə, bir çox şeylər biz burada öyrəndik. Yəni buradakı notlarını çıxart və növbəti videolarda sənə bir yerdə görüşərik bu formada. Bugünkü video bu qədər idi. Bu part 1-dir. Davamı gələcəkdir writing haqqında. Yəni, bax belə, məsələn, sənə müəyyən cümlələr də hətta verə bilərəm ki, sən onları tərcümə eləyəsən. Yəni, sənə nümunə cümlələr, bax, bu hissədə verim və sən də bu PDF-i get mənim Telegram kanalımdan əldə et və onları tərcümə et. Bu formadan doğru formatlarını sənin üçün bölüşərəm. Belə, yəni ki, burada Azərbaycan dilində cümlələrə quraram 10 dənə. 10 dənəsini burada və digər səhifədə də onu mən tərcümələrini paylaşaram bu formada. Özünü yoxlayarsan ki, sən bu SVO-PT qaydasını yaxşı şəkildə tətbiq edə bilirsənmi? Növbəti videolarda dediyim kimi bu haqda da davamında danışacağam. Amma ilkin bilinməli olan məlumatlar bunlardır. Yəni sən qrammatikanı və vocabulary-ni yaxşı formatda bilməlisən. Bu qədər. Mənim deyiləcək başqa bir sözüm yoxdur.
Əgər ki writing haqqında spesifik suallarınız olarsa, hər hansısa bir hissə sizi narahat edir, rəylər bölməsində yazın, şərhlərdə qeyd eləyin. Mən də sizin baxım ki, sizə necə kömək etmək lazımdır. Bu formada ümid edirəm faydalı olmuşdur. Yenə də dərslərimə əgər ki yaralanmaq istəyirsinizsə, imtahana az qalıb, yenə də nələrsə çalışmaq istəyirsinizsə writing haqqında, o zaman mənim bax yuxarıda hissədə qeyd eləmişəm, yenə də burada qeyd edirəm. Həm bu nömrə ilə mənimlə WhatsApp üzərindən əlaqə saxlaya bilərsiniz bu formada. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Kanala da abunə olmağı da unutmayın. Videoların davamı gələcək. Sağ olun.